Bismillah. Ərəb dilində yazmağı öyrənək. Yeri gəlmişkən yazmaq ərəb dilində kə, tə, bə olacaq. Bu kə hərfi ikinci, tə hərfi yaşıl rəngdə. Kə, tə, bə. Kə, tə, bə. Yazmaq hərəkələrini də qoyaq. Kə, tə, bə. Yazmaq. Növbəti söz dərəsə. Dəl hərfidir bu. Də. Bu ra. Ra. Dərəsə. Növbəti hərf sin hərfidir. Çalışırıq hər hərfi başqa rənglərdə yazaq ki, maraqlı olsun və ayırmaq rahat olsun deyə. Hərəkələrini qoyaq. Dərəsə, dərs almaq. Dərəsə. Dərs almaq deməkdir. Amma ra'nın üzərinə şəddə qoysaq, bu sözün mənası dəyişir. Əgər dərəsə dərs almaqdırsa, dərrəsə şəddə qoyanda dərrəsə dərs vermək deməkdir. Dərəsə dərs almaq, dərrəsə dərs vermək. Ra'nın üzərinə şəddə qoyanda dərrəsə kimi oxunur. Elə bizim dildə dərs sözü var. Dərs almaq, dərs vermək. Dərəsə, dərrəsə. Növbəti söz. Biz kətəbə dərəsə bildik. Əlimə. Bilmək, elmi olmaq. Əlimə. Ayn hərfi başda bu cür yazılır. Növbəti hərf ləm hərfidir, göy rənglər. Əlimə. Növbəti hərf isə mim hərfidir. Əlimə. Tamam. Əlimə. Bu sözdə də ən birinci hərəkələri qoyaq. Əlimə. Bu sözdə də əgər ləmin üzərinə şəddə qoysaq və hərəkəsini ə etsək, məna dəyişilir. İndi Allah Taala'nın köməyi ilə yazaq onu. Deməli, əlimə bilmək, elmi olmaq deməkdir. Amma şəddə qoysaq olacaq əlləmə, bildirmək, öyrətmək, elm vermək. Əlimə bilmək, əlləmə bildirmək, öyrətmək. Əlimə elmi olmaq, əlləmə elm vermək, öyrətmək mənasını verir. Dərəsə, dərrəsə. Orada da o məna var idi. Növbəti söz yazırıq Allah Taala'nın köməyi ilə. Fərihə. Sevinmək, fərəhlənmək. Fə ri hə. Sevinmək, fərəhlənmək. Fərihə. Bu fə ikinci hərf ağ rəngdə ra hərfidir. Üçüncü hərf hə. Fə ri hə. Fərihə. Fərəhlənmək. Burada da fərrahə olmalıdır. Fərəhləndirmək, yəni sevindirmək. Ra'nın üzərində şəddə qoyanda fərrahə, fərihə, fərrahə. Növbəti söz olacaq nələ, nail olmaq. Nələ, nail oldu, nail olmaq. 3 hərf var. Nun hərfi, nundan sonra əlif gəlir, onu uzadır. Nələ. Fikir verin, əlifin üzərində heç nə yoxdur, uzadır. Nələ. Növbəti söz qamə. Durmaq. Qa, bu da mə. Qamə. Durmaq. Hərəkələrini də qoyaq. Qamə. Qamə. Tayyib. Növbəti söz nəmə, yatmaq. Nəmə, yatmaq. Nəmə, yatdı, yatmaq. Bax, bu əlif ki var ortada, o uzadır. Nəmə, yatmaq. Nəum yuxu deməkdir. Nəum yuxu, nəmə yatmaq. Nəmə yatdı. Nəum yuxu.
Velhamdülillah. Növbətli söz. Deməli, bu sözləri ki, biz yazırıq yavaş, aşsa sürətlə, bunların faydası odur ki, sən baxmaqla yazmağı öyrənirsən və çalış həm də özün də yazmağa çalış. Məsəl üçün, sadə sözlər bu cür. Bəbun. 3 dənə hərf var və yazılışı da çox rahatdır. Çalış, özün də ruşka götürüb, qələm götürüb, bu sadə sözləri yaz. Bəbun, qapı deməkdir. Fikir ver, əliflə bə sadəcə birləşir, növbətli bə ilə birləşmir. Yəni, sadə qəliz birləşmələri yoxdur. Bu sadə sözləri yaza bilərsən özün də, Allah Taala sənə kömək olsun. Həmçinin nöqtə formasında verən kitablar var. Hərfləri nöqtə-nöqtə verirlər. Onları da götürüb birləşdirmək olar. O da çox faydalıdır. Məsələn, növbətli söz nəvmun sözüdür. Nəvmun. Nun, vav, mim. Yuxu deməkdir. Nəvm, yuxu. As-salatu xayrun minən nəvm. Nəvm, yuxu. Sadə sözdür. Bunu götürüb praktika eləmək olar və yazmağa çalışmaq olar. Yeni başlayanda təbii ki, qısa sözləri yazmaq tövsiyə olunur. Hələ ən əvvəl hərfləri yazmaq yaxşıdır. Xüsusən də o kitablar, o dəftərlərdə ki, nöqtə-nöqtə verilib və nöqtələri birləşdirmək lazımdır. Bax, onlar çox faydalıdır. Kitab yoxdursa, internetdən həmin səhifələrə çap elətdirmək olar. Səhifəsi 5 qəpik, 10 qəpik, yəni bir neçə qəpiyə əmələ gəlir, şükür Allaha. Sonra həmin o nöqtələri birləşdirərək ərəbcə yazılışı öyrənmək olar. Allaha şükür, çətin bir şey deyil. Sadəcə səbirlə az-az öyrənmək lazımdır. Elm tədricən əldə olunur. Deməli, biz bir neçə sözü yazdıq. Nələ, nəmə, nəvm, bəbun, kifayət qədər sadə sözləri yazdıq. İndi isə növbətli söz, bu da sonuncu bir sözdür. Zeydun, adam adı. Zeydun, zəyə, bu da dəl. Zeydun, zeydun, zeydun. Tayyib. Zeydun bu cür yazılır. Zeydun. Tamam, hələlik bu qədər. Allah Taala hamımızı xeyir işlərə müvəffəq eləsin. Allah Taala hörmətli izləyici, sənin üçün asanlaşdırsın bu gözəl dili öyrənməyi. Unutma, səbir və az-az tədricən Allah Taalanın köməkliyi ilə elmə nail olacaqsan. Elhamdülillah.